Qabağda polis var. Sakit ol, həyəcanlanma, dərindən nəfəs al, narahat olma. Hər şey qaydasındadır. Polis məni saxlamayacaq. Saxladı. Özümdən şübhələndim. Tez saxlayın görün. Özümə də maraqlı gəldi. Görürsən mənə nəyə görə saxladı? Reis, soruşmaq ayıb olmasın. Mənə nəyə görə saxladınız? Eləcə ürəyim darıxdı, dedim birini saxlayım, biraz söhbət eləyim. Bu nə sualını versən mənə? Sual vermə, sürücülük vəsiqəni ver. Bu nədir? Sən başdan ayağa qanun pozuntusun sanki. Başdan ayağa? Bu şəkildə sən eynək taxmısan. Bəs indi niyə taxmamısan? Gözümə müalicə elətdirmişəm. Eynək taxmağa ehtiyac yoxdur. Müalicə eləmirsən, o öz problemindir. Bu sənətdə eynək varsa, eynək taxmalısan. Ondan başqa, şəkildə sən göy köynək geyinmirsən. Amma indi sən ağ köynək geyinmirsən. Nəyə görə? Göy köynəyim çirklənib ona görə. Heyf, gərək köynəyi gətirərdin, burada yuyardıq. Köynək çirklənibsə, o öz problemindir. Bu şəkildə hansı köynəkdirsə, o köynəyi geyinməlisən. Bəs yaxşı, bu şəkildə sənin saçın çoxdur, amma indi saçın azdır. Nəyə görə? Saçım tökülür ona görə. Saçın tökülür, parik tax. O öz problemindir. Bu qədər məsuliyyətsizlik olmaz. Yadda saxla, bu sənətdə nə yazılıbsa, o olmalıdır. Yaxşı, Azər, sənə? Mənim adım Azər deyil. Bəs burada Azər yazılıb axı. Burada Azər yazılmayıb. Burada Azərbaycan yazılıb. Bəs sənin adın harda yazılıb? Bax, burada yazılıb. Mənə bax, görürəm sən çox bilirsən. Sən mənə göstər görüm, bu sənətdə nə harda yazılır. Göstərim də, burada soyadı, burada adı, atasının adı, burada doğulduğu il və yer, burada imzası, burada isə qan qrupu yazılır. Aydındır. Bu yaxşılığa görə səni bağışlayıram. Amma gələn dəfə belə olmasın. Yadda saxla. Qanun hamı üçün qanundur.